Yalnızca bir düstur öyrənməklə demək olar ki, bütün tip məhlul məsələlərini həll edə biləcəyinizi bilirdiniz. Bunun üçün bizə lazım olan düstur M1 P1 plus minus M2 P2 bərabərdir. M1 plus minus M2 vurulsun P. Burada M1 və M2 uyğun olaraq birinci və ikinci məhlulun kütləsi, P1 və P2 uyğun olaraq birinci və ikinci məhlulun faizini göstərir, P isə məhlulun son faizidir. Lakin burada bir qeydə nəzər almaq lazımdır. Təmiz halda duz, şəkər və spirtin faizi 100%, təmiz suyun faizi isə 0% qəbul olunmalıdır. Yaxşı, bəs nə zaman plus, nə zaman minus istifadə etməliyik? Əgər ki, verilmiş məhlulun və yaxud maddənin üzərinə başqa bir məhlul və yaxud maddə əlavə olunarsa, o zaman düsturda plus istifadə olunacaq. Əgər məhluldan su buxarlanarsa, bu zaman düsturda minusdan istifadə olunmalıdır. İndi isə gəlin bu düsturun tətbiqi ilə müxtəlif misalların həllinə baxaq. Birinci sualda deyir ki, birinci qabda duzluluğu 20% olan 30 litr. Bu deməkdir ki, bizim P1'imiz 20%'dir, M1'imiz isə 30 litrdir. İkinci qabda duzluluğu 30% olan 20 litr məhlul var. Deməli, bizim P2'miz 30%, M2'miz isə 20 litrdir. Və bu iki məhlul bir qaba töküb qarışdırılır. Yəni, iki məhlul birləşdirilir. Məhlullar birləşdirilirsə, deməli, düsturda artıq toplamadan istifadə etməliyik. Yəni, düsturumuz M1P1 plus M2P2 bərabərdir. M1 üstəgəl M2 vurulsun P-yə bərabər olacaq. Və bizdən alınan məhlulun duzluluğunun neçə faiz olduğunu soruşur. Yəni, bizdən P-ni istəyir. Və uyğun qiymətləri gətirib düsturda yerinə yazarıq. M1P1 olacaq 20 vurulsun 30 üstəgəl. M2P2 30 vurulsun 20 bərabərdir. M1 üstəgəl M2 30 üstəgəl 20 vurulsun P. 20'ni 30'a vurduq 600, 30'u 20'ne vurduq 600, 30'un üstünə 20 gəldi, etdi 50 vurulsun P. 600 topla 600, 1200, 1200 bərabərdir 50 P. Buradan da P-ni taparıq 24%. Deməli, bu iki məhlul qarışdırılsa, sonda 24%li bir məhlul alınmalıdır. Baxaq növbəti suala. Biraz daha fərqli tip sualdır. Deyir ki, 20 qram 50%li duz məhlulundan nə qədər su buxarlandırsaq? Artıq su buxarlandırırıqsa, düsturumuzda çıxma işarəsindən istifadə etməliyik. Yəni, M1P1 çıxılsın, M2P2 bərabərdir. M1 çıxılsın, M2 vurulsun P. Və 20 qram 50%li duz məhlulu deyirsə, deməli bizim M1'imiz 20 qram, P1'imiz 50%-ə bərabərdir. Və nə qədər su buxarlandırsaq deyir. Deməli, mən buxarlandıracağım suyun miqdarını bilmirəm. O zaman M2'ye deyirəm bir X. Və yuxarıda bir şərt demişdik. Təmiz halda suyun faizi 0%dir. Deməli, bizim P2'miz bərabər olacaq nəyə? 0%-ə. Və nəticədə 80%li məhlul alınıb. Deməli, P-miz bərabər olacaq 80%. Artıq verilmiş qiymətləri yenə düsturda yerinə yazıram. M1P1 20 vurulsun 50 bərabərdir. Daha doğrusu 20 vurulsun 50 çıxılsın. M2P2 X vurulsun 0 bərabərdir. M1 çıxılsın M2. Yəni 20 çıxılsın X vurulsun P. P-nin də yerinə gətirib 80 yazdım. Artıq tənliyi həll edirəm. 20'ni 50'yə vursaq edər 1000. X-i 0'a vursaq edəcək 0. 20 çıx X-i da 80'ə vurub açsaq 1600 çıxılsın 80 X-a bərabər olar. Mənfi 80X-i keçirdim sol tərəfə, aldım müsbət 80X. 1000'i keçirsəm sağ tərəfə 1600'dən çıxılar, alınar 600. Deməli 80X bərabər oldu 600'ə, X də bərabərdir 600 bölünsün 80. Sıfırlar ixtisar geçsə, 60'ı da 8'ə bölsək, edəcək 7,5. Deməli 7,5 qram su buxarlandırsaq, nəticədə 80%li məhlul alınmalıdır. Baxaq növbəti suala. Deyir ki, 40 qram 20%li duz məhluluna 10 qram duz əlavə etdikdə. Baxın, əlavə etdikdə sözü varsa, deməli düsturda toplamadan istifadə edirik. Yəni, M1P1 üstəgəl M2P2 bərabərdir. M1 üstəgəl M2 vurulsun P olmalıdır.
40 qram 20% duz məhlulu deyirsə, deməli bizim M1-imiz 40 qramdır, P1-imiz 20%dir. 10 qram duz əlavə ediriksə, deməli M2-imiz 10 qramdır. Və biz də demişik ki, məhlulun üzərinə təmiz halda duz, spirt və yaxud şəkər əlavə ediriksə, onların faizini götürürdük 100%. Deməli artıq bizim P2-imiz 100%dir. Və bizdən sonda neçə faizli məhlul alındığını soruşur, yəni bizdən P-ni istəyir. Gətirək yenə də qiymətləri düsturda yerinə yazaq. 40 vurulsun 20 üstəgəl 10 vurulsun 100 bərabərdir. 40 üstəgəl 10 vurulsun P-yə. 40-ı 20-yə vursaq edər 800. 10-u 100-ə vursaq etdi 1000. 40 üstəgəl 10 bərabərdir 50. 50 vurulsun P. Nəhayət almış olduq 1800 bərabərdir 50 P-yə. Buradan da təbii ki P-ni tapsaq 1800 bölünsün 50 sıfırlar ixtisar gedək. 180-i də 5-ə bölsək alarıq 36%. Cavabımız olar 36%. Daha sonra növbəti misalda 15 qram su ilə 5 qram duz qarışdırıldıqda neçə faizli məhlul alınır? Yenə də 2 maddə və yaxud 2 məhlul qarışdırılır. Düsturda toplama işarəsi olacaq. 15 qram su. 15 qram su deyirsə, bizim M1-imiz bərabərdir 15-ə. Suyun faizinə dedik ki 0%, deməli bizim P1-imiz 0-dır. 5 qram duz qarışdırılır deyirsə, deməli M2 bərabərdir 5 qram. Duzun faizinə də dedik ki 100%-dir. P2-imiz də bərabərdir 100%. Və bizdən ümumi faizi, yəni P-ni istəyir. Gətirərik yenə düsturda yerinə yazarıq. M1 P1 15 vurulsun 0 üstəgəl M2 P2 5 vurulsun 100 bərabərdir. M1 üstəgəl M2, yəni 15 üstəgəl 5 vurulsun P. 15-i 0-a vursaq 0, 5-i 100-ə vursaq etdi 500. 15-in üstünə 5 gəldi, etdi 20, vurduq P-yə. Buradan da P-ni tapsaq 500-ü bölərik 20-yə, verər bizə nəyi? 25%. Deməli, bu iki maddəni bir-birinə qarışdırsaq 25%li bir məhlul alınmalıdır. Daha sonra keçək növbəti 2 tip sualı izah edəcəm. Bu 2 tip sual əslində düstur yox da daha çox biraz məntiq tələb edən tapşırıqlardır. Gəlin ən yaxşısı qablar üsulunu başa saldıqdan sonra bu tip suala baxaq. Çünki həmin qaydadan istifadə edəcəyik. Qablar üsulu nədir? Yadda saxlamaq lazımdır ki, məhlulun faizini nə göstərir? Surətdə təmiz halda spirt, duz və şəkərin ümumi kütləsi yazılır. Məxrəcdə isə məhlulun ümumi kütləsi yazılır və 100%-ə vurulur. Bu bizə məhlulun son faizini göstərir. Məsəl üçün, baxaq belə bir tapşırığa. Deyir ki, 70 qram 30% spirt məhlulu ilə 30 qram 20% spirt məhlulunu qarışdırdıqda alınan qarışıqdakı spirtin faizini hesablayın. İndi bizim qaydamıza görə məxrəcdə məhlulun ümumi kütləsi yazılmalıdır. Və baxıram birinci qab 70 qram, ikinci qab 30 qram. Və bu iki məhlulu gətirib bir qaba töksək, üçüncü qabdakı məhlulun ümumi kütləsi olacaq 100 qram. Deməli, mən məxrəcə yazaram 100 qram. Amma ki, mən surətə təmiz halda spirtin miqdarını yazmalıyam. Və həmin spirtin miqdarını tapmaq üçün bizə faizlərini verir. 70 qram 30%li məhlul o deməkdir ki, artıq bu 70 qram məhlulun %30-u spirtdən ibarətdir. Sıfırlar ixtisar getsə, alarıq 21 qram spirt. İkinci məhlul 30 qram 20% deyirsə, artıq bu 30 qramın 20%-i spirtdən ibarətdir. Sıfırları ixtisar aparsaq, alarıq neçə qram? 6 qram. Deməli, birinci məhlulda 21 qram spirt var, ikinci məhlulda 6 qram spirt var. Və bu iki maddə üçüncü qaba yerləşdirilirsə, o zaman spirtlərin təmiz haldakı spirtlər də cəmlənməlidir, elə deyilmi? Deməli, surətə də mən 21 üstəgəl 6-nı, yəni 27-ni yazaram.
21 üstə gəl 6. Və sonda da dedik 100% vurmaq lazımdır. Yüzlər təbii ki ixtisar gedəcək. Və yerdə qalar 21 üstə gəl 6-dan 27%. İndi gəl qaydaq bundan əvvəlki suala. Deyir ki, 60% spirt məhlulundan 20% götürüb yerinə həmin miqdarda su tökdülər. Alınan məhluldakı spirtin faizlə miqdarını hesablayın. Biz dedik ki, surətdə təmiz halda spirtin miqdarı yazılmalıdır. Məxrəcə isə məhlulun miqdarı yazılır və nəhayətində 100% də vurulur. İndi mən məhlulun miqdarını bilmirəm. Və məhlula tutaq ki, deyirəm ki 100 qramdır. Və 60% spirt məhlulu deyirsə, 100 qramın 60% spirtdir. Yəni 60 qramı spirtdir, 40 qramı isə sudur. Bu olacaq spirtin miqdarı, bu da olacaq suyun miqdarı. İndi həmin məhluldan 20% götürüb yerinə həmin miqdarda su götürürlər, tökürlər. Artıq burada məhlulun miqdarı dəyişmir ki, xeyr, dəyişmir. Çünki 20%-ni götürür, yerinə həmin miqdarda yenə su tökür. Deməli, mən məhlulun miqdarı dəyişmirsə, məxrəcə 100 yaza bilərəm. Amma mənə faizi tapmam üçün spirtin miqdarı lazımdır. Əgər ki 60 qram spirt varsa, məhlulun da 20%-ni götürürlərsə, bu deməkdir ki, onun daxilindəki spirtin də 20%-ni götürürlər. Əgər 20%-i götürürlərsə, 100-dən çıxaram 20%-i, deməli 80%-i qalacaq. 60 qram spirtin 80%-ni tapsaq, qalan spirtin miqdarını tapmış olarıq. 60-ın %80-ni hesablasaq, bu verəcək bizə 48 qram. Deməli, 48 qram spirt qalıb, təbii ki, 100-ə də vurmaq lazımdır. Yüzlər gedər ixtisar, yerdə qalar neçə faiz? 48%. Deməli, son olaraq məhlulun faizi olacaq 48%. Daha sonra baxaq sonuncu misalımıza. Deyir ki, məhluldakı duzun miqdarını 20% artırıb, suyun miqdarını 30% azaltdıqda məhlulun miqdarı dəyişmədi. Və yenə də nə mən duzun miqdarını bilirəm, nə də suyun miqdarını bilirəm. Deyirəm ki, duzun miqdarı olsun x qram, suyun miqdarı olsun y qram. Və məhlulu əmələ gətirən şey nədir? Duzla suyun qarşılığı. Bu zaman bizim məhlulumuzun ümumi kütləsi olacaq x topla y. Daha sonra deyir ki, duzun miqdarını 20% artırıb. Duzun miqdarı 20% artarsa, bu deməkdir ki, mən x-in %120%-ni taparam. Bu da verər mənə 1/2x-i. Suyun miqdarı 30% azalırsa, o zaman mən y-in 30% azaltsam 70%-ni tapmış olaram. Bu da mənə verər 0,7y. Deməli, 1/2x və 0,7y. Və daha sonra deyir ki, bu cür dəyişmədən sonra məhlulun miqdarı dəyişmədi. Deməli, 1/2x-in üstünə 0,7y gəlsəm, bu mənə verəcək x toplu y. Çünki məhlulun miqdarı dəyişmir. X-i keçirsəm sola, 0,7y keçirsəm sağa, 1/2x-dan x çıxılar, 0,2x. Y-dən 0,7y çıxılar, 0,3y. Hər tərəfi 10-a vursam 2x bərabərdir 3y. 2 ilə 3 qarşılıqlı sadə ədədlərdir. X-i 3-ə, buradan da y-i 2-yə bərabər edə bilərəm. Daha sonra bizdən məhlulda neçə faiz duz olduğunu soruşurdu. Biz də bunu necə tapırdıq? Surətdə saf halda duzun miqdarını bölürdük məhlulun miqdarına, vururduq 100%-ə. Duzun miqdarına x demişəm, x-i 3 almışam, 3-ü yazdım surətə. Məhlul x topla y-dir, 3 ilə 2-ni cəmləsəm alaram 5, məxrəcə yazdım 5. Təbii ki 100%-ə də vurarıq. Bu da verər bizə nəyi? 60%. Deməli, cavabımız olacaq 60%.